Qarpız və yemiş almağa tələsməyin. Yay mövsümünün gəlişi ilə bazarlarda qarpız və yemişin bolluğu müşahidə olunur. Bəs bu məhsulları sağlamlıq baxımından nə vaxtdan etibarən istehlak etmək olar? Bu haqda yerli mütəxəssis, daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova danışıb. Özüm də almışam, dayana bilmədim, aldım. Bir həftə olar yedik, salamatçılıqdır. Təbii ki, dərmanların istifadə olunduğunu bilirik. Amma yəni çox ürəyiniz istəyirsə, istifadə eləyin. Yoxsa gələn aydan başlayarıq. Qarpız da, yemiş də diabetli xəstələrdə kontrollu olmaq şərti ilə çox faydalı və lifli bir qidadır. Qəbiz olanlar deyir ki, yayda qəbiz olmuram. Niyə? Çünki qarpız yemiş var. Qarpız həm diuretikdir, ödəmə artdırır, sidik qovucudur, həm də bağırsaqların peristaltikasını artıran mükəmməl bir qidadır. Bir balaca səbr eləyək, bir həftə sonra başlayarıq. Mütəxəssis qeyd edib ki, qarpız və yemiş alarkən qabıqdakı çat, əzik və çürük izlərinin olmamasına diqqət yetirilməlidir. Kəsilmiş halda açıq havada satılan məhsulların alınması isə gigiyenik baxımdan risklidir. İstifadədən əvvəl meyvələrin axar su altında yaxşı yuyulması, doğrandıqdan sonra isə uzun müddət otaq temperaturunda saxlanılmaması tövsiyə olunur. Mütəxəssislər qarpız və yemişin təbii yetişmə dövründə istehlak edilməsini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də yay mövsümündə bu məhsulların seçilməsi, yuyulması və saxlanılması zamanı gigiyena qaydalarına ciddi əməl olunmasını tövsiyə edir.